Axşamınız xeyir olsun, Dalğa FM dinləyiciləri. Siz Poeziya Dalğasını dinləyirsiniz və bu andan etibarən sizin üçün yenə müxtəlif mövzulu şeirlər səsləndirəcəyik, amma ilk istəyirik ki, sizin il axır çərşənbənizi təbrik edək və bu bayram, bu gözəl Novruz əhvalı günlər, bahar ətirli günlər sizə ancaq gözəl anlar, gözəl məqamlar qismət etsin. Axşamınız xeyir olsun. Mən hər birinizi təbrik eləyirəm. Bu axır çərşənbə günündə, axır çərşənbə artıq bu çərşənbələr başlayandan bizi bir Novruzun, baharın həyəcanı bürüyürdü. Axır çərşənbə və ondan sonra da bu bayramı qeyd eləmək məşhur bir fərq də var. 20-si eləyənlər var idi bayramı, 21-i qeyd eləyənlər var idi. Adətən mən Gəncədə böyüdüyümə görə, yeniyetmə, yəni 25 yaşıma qədər Gəncədə 21 həmişə daha çox qeyd eləyirdilər. Ya da bir ev məsələn bəzi adamlar 20-si, bəzi amma adətən 21-i qeyd olunurdu. Hər bir halda biz sizə bütün ömür boyu bayram əhvalı arzuluyoruz. Bu baharı bütün vücudunuzla, bütün varlığınızla hiss eləməyi diləyirik və bu sizin həm həyatınızda, həm yaşayışınızda, həm qəlbinizin də, gözünüzün də görməyində özünü biruzə versin. Yəni ömrünüz başdan başa bahar olsun və bu bahar təkcə bizdə qalmaqla kifayətlənməsin, dünyanın hər yerinə yayılsın və dünyanın hər yerindəki insanlara xoşbəxtlik gətirsin. Ürəyin doluymuş əməlli başda. Hə də, bahardır da. Bahar mənim ürəyimi də əvvəlcədən tərpədi, baxın. Əla. Dinləyicilərimizə xatırladaq ki, bizə mesaj yazmaq istəsələr 099 1925 nömrəsinə, WhatsApp nömrəsinə yaza bilərlər. Səsli mesaj da göndərə bilərlər 1 dəqiqə civarında. Şeir istəklərini bizlə bölüşə bilərlər. Biz də bacardığımız qədər həmin o şeirləri səsləndirib hər iki mənada şad olarıq və şeirlərlə başlaya bilərik. Əslində bugün bahar elementlər olan şeirlərə çalışırıq üstünlük verə, amma yenə də düşünürəm ki, biraz gözləmək lazımdır. Ənənəvi olaraq bir neçə şeir səsləndirək, daha sonra Şəhriyarın o məşhur sətirlərini eşitmək olar, hə Kamal? Məncə də olar, bəli, bərabər onu səsləndirərik. Bir dəfə biz onu təcrübədən keçirmişdik illər öncə və çox gözəl qarşılanmışdı və gözəl də alınmışdı həqiqətən. Məncə bugün də yaxşı bir nəticə olar və baharı, dinləyicilərimizin baharını bir də bizim Şəhriyarın nəfəsi ilə təbrik eləyərik. İlk şeir o zaman. Gəl ilk şeiri, bax, bahar deyəndə körpə, fidan, bu şeylər yada düşür. Hər şeyin körpəsi, təbiətdə o çiçəklər və yaxud dünyaya yeni gələn uşaqlar. Mən istəyirəm ki, bahar əhvalında, bu çərşənbə günündə insanın öz övladına vurulmağı, bax necə olar. Övlad da bir bahardır, övlad da bir fidandır. Və vurulmuşam mən sənə adında çox gözəl bir şeiri deyim. Bu Xəlil Rızadandır. Xəlil Rızanın övladla bağlı əvvəl də başqa bir şeiri də var idi, Gizli Fəxarət adında. Və bu şeirdə vurulmuşam mən sənə. Gəl görə insan öz övladına necə vurula bilər. Təbii ki, mən buna ancaq empatiya quraraq, yəni bağ quraraq düşünməyə çalışacağım. Amma sən həm də bir ata olduğuna görə mənim dediklərim və eyni zamanda səni kimi çoxlu atalar da bizi dinləyəcəklər və görə onlar üçün bu nə hiss elətdirir, nə deməkdir? Dinləyək. Vurulmuşam mən sənə, mənim bir yaşlı balam. Asiman evimizdə səhər baxışdı balam. Mən sənin yerişinə, hər işinə vurğunam. Baxışına, boyuna, gülüşünə vurğunam. Qollarımın üstündə quzu kimi yatan sən, oyananda hər şeyi bir-birinə qatan sən. Ananın çox sevdiyi güldanları qıran sən, gözəl büllur qabları, fincanları qıran sən. Bəzən insafa gəlib qırdığını quran sən. Mənim kiçik memarım, mənim körpə dəcəlim, qoy başını dizimə, sən uyu, mən dincəlim. Hələ sənin əlinlə sular durulmalıdır, nələr uçurulmalı, nələr qurulmalıdır. Mən sənin gözlərində yanan oda vurğunam. Bu qırmaq həvəsinə, bu qurmaq həvəsinə, bu inada vurğunam. Sığışmırsan beşiyə, sığışmırsan qəfəsə,
mən vurğunam qəfəsi, dağıdan bu həvəsə, körpə dodağındakı südlü, odlu nəfəsə. Ay mənim səadətim, mənim bir yaşlı balam, körpə şir balası tək pəncəli, döşlü balam. Arzum budur həyata, məsləkinlə gələsən, nəyi uçurduğunu, nələri qurduğunu qabaqcadan biləsən. Kamal, təşəkkürlər bu məsum şeirdə. Yəni, Çox maraqlı şeirdir. Çox sağ ol ki, bunu seçmisən və ümid edirəm ki, bizi dinləyən valideynlər də bundan xüsusi bir zövq aldılar və biraz evlənmək həvəsi də kimlərdirsə yarandı ki, tezliklə. Məncə də. Bu mənzərənin şahidi olsunlar. Allah bütün balaları qorusun və hətta bu şeirdən sonra atamın uşaq vaxtı mənə yazdığı müəyyən şeirləri xatırladım. Bizim üçün biz iki qardaş olmuşuq, o da bizi belə xüsusi vəsf edən şeirlər yazıb. O anlar çox məsumdur, çox gözəldir və hətta bu yaxınlarda internetdə bir görüntü çıxmışdı qarşıma. Deməli, bir valideyn öz övladının evi dağıtmağını çəkmişdi. Sadəcə orada belə bir cümlə yazmışdı ki, bir gün gələcək ki, biz bax bu evin bu dağınıq halını çox səliqəli görəcəyik və bu günlər üçün darıxacaq ki, artıq onlar böyüyüblər və nəyisə qırıb dağıtmırlar, nəyisə yerini dəyişmirlər. Və bu çox məsumdur, çox gözəldir və onların bax bu halını belə, o məsumluğu belə hiss eləmək çox təsirli. Allah arzulayan hər kəsə qismət eləsin. Gözəl həyatın düzəni elədi ki, Allah bunu bu cür yaradıb və bu başqa bir sevdadır da. Yəni bunu mən təxminlə deyirəm, yəni təxminlərimə əsasən deyirəm, amma insanlar bunu yaşayıblar. Ən azından bizim özümüz uşaq olmuşuq və uşaq olan zaman bizi necə əzizlədiklərini görmüşük valideynlərimizin. Bu bir necəsə yadımızdadır. Yəni uşaqlığın elə də çox möhtəşəm bir duyğu olduğunu. Hətta Xəlil Rza ilə bağlı bir xatirə vardı. Təbii ki, onun övladının bax bu sevgi ilə böyütdüyü övladın sonradan şəhid olması, gözünün ağı qarası bir övladının şəhid olması, amma onlardan həmin övladının ki, yadigar nəvəsi qalır, qız nəvəsi ki, qız və Gültac xanım danışmışdı. Səhv eləmirəmsə belə bir hadisə var idi ki, Xəlil Rza onlarla oynayandan sonra birdən yuxu tutar, yatıb qalaram, birdən gözümdən yayınarlar deyə qalstukunu açırmış, bağlayırmış ayağına, birində uşağın ayağına ki, uzağa gedəndə dartsın. Doğmalığı var. O yatsın da, yəni birdən yuxu tutar, indi təbii ki, yorğun. Və təsəvvür ki, burada bir qəribə bir şey var. Dünyanın, məsələn, qalsuq necə hesab olunur da, rəsmiyyət. Bəli. Dünyanın ən rəsmi, belə deyək ki, aksesuarını, dünyanın ən doğma halına, ovqatına qurban vermək var. Çünki bu şair ürəyidir. İndi sən danışırsan, mən bax yenə Xəlil Rzanın o övladla bağlı o niskilli, o taleyi, təbii ki, o kədərlidir. Biz arzu eləyək ki, insanlar, atalar həmişə övladlarının yanında olsunlar, övladlar həmişə atalarının yanında olsunlar. Xəzər, mən bu günlərdə yaşadığım bir duyğunu da səndən bölüşmək istəyirəm uşaqlarla bağlı. Bu mənə çox toxunur, hamımıza toxunur əslində. Bu zamanla bunu danışmışıq. Deməli, elə vəziyyətlər, elə mənzərələr var ki, sən bunu necə şərh eləyəcəyini bilmirsən və nəzərə alsaq ki, bizim bu düzdür, bu illərdir biz bunu artıq fəxarətlə qeyd edirik. Nə yaxşı ki, müharibədə qalib tərəf kimi ayrıldıq. Bu öz yerində o gözəllikdir. Amma bir də müharibədən bizim üçün qalan əmanət o uşaqlar da var, o balalar var və bizim elə bilirəm ki, bununla məşğul olmağı, bu fəaliyyəti göstərməyə gücü çatan hamının borcu da onlarla necəsə maraqlansın, onların qayğısına qalsın. Qəribə bir şey o günü yaşadım, gəl bunu danışım. Deməli, uşaqlarla bayram tədbirində 2 gün öncə həmin uşaqlardan biri var, Ahu adında bir körpə qız var, 5 yaşı var. O Eldar Abdullayev var idi, şəhid, felçer. O dünyasını dəyişəndən sonra uşaq dünyaya gəlmişdi. Yəni ata-bala bir-birini görməmişdilər. Və təsəvvürlə ki, eyni vaxtda da biz indi xatirə şəkli çəkdiririk bayram əhvalında. Orada da bir qazi var. Qazinin də ayağı amputasiya olunub, Anar Əsədov var. Və uşaq, çox qəribədir uşaq dünyası. Uşaq baxır ona, baxdı, qayıtdı ki, şəkil çəkdirib, 5 yaşı var, qayıtdı ki, əmi, sən ayağına nə olub? Belə bir sual ver. O da indi buna nə deyə bilər? O da baxdı ki, pişik aparıb. O da qayıtdı ki, hə, yaxşı. Məsələn, qəribət olan tərəfi nədir? Biz indi uşaqdan, atadan danışırıq da. O uşaq öz atasının hələ varlığından və ata boyda bir
nərin, nə bilim, nəyin deyim də, bir böyük varlığın yoxluğundan xəbərsizdir. Amma eyni zamanda uşaq qəlbi ilə nəyinsə yerində olmadığını da hiss eləyə bilir ki, onu məsələn o ayaq yer yoxdur, ayağa nə olub məsələn. Və indi o uşaqlarda var. Gəl arzu eləyək ki, o uşaqların da ömrü gülüstana çevrilsin, gözəlliyə çevrilsin və məsələn bundan sonra bizim uşaqların da, böyüklərin də həyatında ancaq gözəl günlər yaşansın. Amin. Gözəl anlar yaşansın. Belə ancaq biz xoş arzularımızı çatdıra bilərik və indi bir qısa fasilə daha sonra davam edərik. Bəli. Dünən görüşmüşdük göl sahilində. Mənə yuxu kimi görünür dünən. Mən sizi görəndə yuxu şəklində artıq yuxulara inanıram mən. Büllur sürahiyə bənzəriniz var. Qorxuram toxunam, sına bilərsiz. Kobud əllərimdən siz incik qalar, incə təbəssümlə mənə gülərsiz. Dənizə dönmüşəm, saf güzgüyəm mən. Görün özünüzü bu saf güzgüdə. Mən böyük dənizə dönürəm deyən, bu göl sahilində mavi sevgidən. Ağ yuva saldınız göy sahilimdə. İnsafı bəs hara göndərmisiniz? Ən incə mehriban sevgi dilində siz məni tufana döndərmisiniz? Dəniz qucağıma atılın üzün, gördüyüm yuxular Çin olub deyən. Əvvəl inanmazdım nağıla düzü. İndi əfsanəyə inanıram mən. İndi əfsanəyə inanıram mən. Belə baxış olmaz, belə göz olmaz. Allah gözlərə bax, nə gözəl baxır. Belə ateş olmaz, belə köz olmaz. Allah gözlərə bax, nə gözəl baxır. Göylər ulduz verib, ay verib ona. Yerlər çeşmə verib, çay verib ona. Peyğəmbər nurundan pay verib ona. Allah gözlərə bax, nə gözəl baxır. Haqqın dərgahından enən işıqdır. Ömrə naxış vuran bir yaraşıqdır. Mən gül ağacıyam, o sarmaşıqdır. Allah gözlərə bax, nə gözəl baxır. Bilmirəm nə zaman qarşıma çıxdı. Qarımı əritdi, dağımı yıxdı. Mən canı cəhənnəm, millət yazıqdır. Allah gözlərə bax, nə gözəl baxır. Sarayam, daşlarım tökülüb gedir. Ciyərim canımdan sökülüb gedir. Mən ağlar qalmışam, o gülüb gedir. Allah gözlərə bax, nə gözəl baxır. Baxışlar nə qədər həlim olarmış. Gözün zarafatı zülüm olarmış. Zülümün axırı ölüm olarmış. Allah gözlərə bax, nə gözəl baxır. Ürək 100 parçadır, könül 100 para. Bir gözəl gözündə çəkildim dara. Öldürməz əlindən canım qurtara. Allah gözlərə bax, nə gözəl baxır. Deməli gözlərin nəzmi bir yana, bir də baxışların, gözlərin təsirini şeirə çəkmək, nəzmə çəkmək çox gözəldir. Təbii ki, Zəlimxan Yaqubun ən sevilən şeirlərindən biridir. Öz ifasında da xüsusi bir gözəlliyi var idi. Bəli, bəli. Və şeiri sən oxuduqca fikirləşirəm ki, deməli bizim
tutaq ki, ətrafımızda dostlar var da, məsələn, daha doğrusu bəzilərindən ünsiyyətimizi qura bilmirik. Səbəb nədir? Maraqlı insan olmalıdır bizim ətrafımızda. Fikirləşirəm ki, eyni mövzunu nə qədər eşitmək olar bir insanla. Yəni bu insanın bölüşə biləcəyi başqa bir mövzu yoxdur. Tutaq ki, bunun həyatında 2 dənə xatirəsi var. Ancaq bundan danışır və təbii ki, o insanla bir o qədər maraqlı olmur, darıxdırıcı ola bilər. Ondan da betəri var. Mənim 2 dənə dostum var. Ancaq maşından danışırlar və ürəyim çatlayır. Bir dəfə rəsmən irad eləmişəm. Niva dağa qalxır, nə bilim falan kəs çaydan keçər, bir də qədər olar qardaş. Təsəvvür et ki, bu dünya görüşünün olmamağı, müşahidə qabiliyyətinin olmamağı və danışacaq mövzu olmamağı bəzən insanlar arasındakı rabitəni poza bilir. Normal bir şeydir. Çünki biri dolu insandırsa, təbii ki, o istəyər ki, özündən daha dolu insanla ünsiyyət qursun ki, nəsə öyrənsin və yeni bir şey öyrənsin, yeni bir şey müzakirə eləsin. İstər dünyada gedən proseslər, ədəbiyyatda, teatrda, kinoda, futbolda laf belə, amma maraqlı insan olsun. Və indi şairin maraqlı olması üçün sözümün canı bundan ibarətkən, bir insan ortalama bir şairi götürsək, bir ömür yaşayır və bir 500 şeir yazır ən az. Və bu 500 şeirin içərisində elə yanaşması olmalıdır. Mövzuya elə yanaşmalıdır ki, oxucu darıxmasın. Yəni, hətta ola bilər ki, Zəlimxan Yaqub, şərt olaraq Zəlimxan Yaqub deyirəm, başqa bir şeirdə yenə baxışları nəzmə çəkə bilər. Amma burada elə bir yanaşma ortaya qoymalıdır ki, digər şeirlə bu şeirin arasında kifayət qədər fərq olsun və oxucu şairin qabiliyyətini, istedadını, onun o yüksək sənətkarlığını, peşəkarlığını hiss eləsin. İndi sən fikirləş ki, bizim bu şairlər, hansı ki biz onların şeirlərini oxuyuruq, necə böyük şairdirlər, necə gözəldilər. Hər dəfə hər bir şeirdə yeni bir obraz var, hər şeirdə yeni bir mövzu var, yeni bir atmosfer var, yeni bir qəhrəmanlar var, sevgi elementləri var və hərəsinin də başqa bir ifadə tərzi var. Və bu, əslində istedadın bəlkə də elə ən gözəl tərəfidir. Yəni, şeir yazmaqda nə var, sən getdin, mən öldüm, sən yoxsan, mən qala bilmirəm. Bu cür şeir yazmaq nədir ki, heç nədir. Yəni, 3 dəqiqəyə, 10 saniyə, 5 saniyədə bir bənd düzəldib nəsə yazmaq olar. Amma bir də bir mövzunu götürüb, onu kamil şəkildə şeir halına salmaq və yaxşı mənada sənətkarlıq göstərmək, bu artıq başqa bir istedad səviyyəsidir. Və yəqin ki, orada yaşamaq, yaşayış məsələsinin də rolu var. Bir insan yəqin nələrinəsə diqqət eləyir. Biz bilmirik, biz şair deyilik. Bəlkə yeməyinə mi, bəlkə suyuna, bəlkə nə bilim, hansı əxlaqi məsələlərin bilmirəm. Yəni, nələrisə qoruyur ki, o əvəzində bunları alır. Çünki sadəcə bu texniki məsələ deyil. Texnika varmı? Var, bəli. Amma məsələn, indi biz Zəlimxan Yaqubun nümunə kimi üzərindən, onun şeirindən ki danışırıq, onun nəfəsi ki tamam başqa idi. Sanki bir haralardansa bir rabitəsi var idi. Və təbii ki, ömrün sonlarında bu rabitə biraz da cilalanmışdı, biraz da fərqli formada təzahür eləmişdi. Yəni, o rabitələrini diri saxlamaq üçün məncə yaşayışlarında da bir özlərinin bir formada nəzarətləri var. Məncə. Şair ömrü kimi. Və təməl çox mühüm məsələdir. Təməl möhkəm olanda, təməl söhbət bazadan gedirdi. Yəni, bir insan mütaliəsi, müşahidəsi və s. Bu təməl möhkəm olanda onun üzərində artıq istənilən bir formada, istənilən dizaynda nəsə qurmaq da mümkün olur. Və ki, bizim bu böyük şairlərimiz də bunu çox gözəl bacarıblar. Ruhları şad olsun. Yəni, şeir mövzusu o qədər gözəl idi ki, yəni, ətraflı belə danışa bildik bizdə. İndi isə qısa bir reklam olacaq və daha sonra bir gözəl musiqi dinləyəcəyik. Sonra yeni şeirlər var. Dalğa FM-də Poeziya Dalğasını dinləyirsiniz və biz sizə yenə də şeir deyəcəyik, amma istəyirik ki, bir maraqlı şeirlə sizi sevindirək. Bu şeirdə bizim yaddaşımız var, bu şeirdə bizim köhnə illərin nəfəsi var, nənələrin, babaların, böyüklərin bir toxunuşu var. Eyni zamanda bizim milli adətlərin o rəngarəng tərəfləri, çeşidləri, mənzərələri sizin gözünüzün önündə canlanacaq. Təbii ki, biz Heydər Babaya Salam şeirini, bizim Şəhriyarın, o məşhur, o gözəl, öz səsi ilə də bizim hamımızın qulaqlarında, qəlbində yer eləmiş, bizə tanış olan o məşhur şeiri bir də bizim ifamızda sizin üçün təqdim edəcəyik və ümid edirik ki, bəyənəcəksiniz və bu da sizin üçün belə əziz,
çərşənbə günündə gözəl bir hədiyyə olacaq. Heydər baba, ildırımlar şaxanda, sellər, sular şaqqıldayıb axanda, qızlar ona səhv bağlayıb baxanda, salam olsun şökət üzə, el üzə, mənim də bir adım gəlsin dil üzə. Heydər baba, kəkliklərin uçanda, kol dibindən dovşan qalxıb qaçanda, bağçaların çiçəklənib açanda, bizdən də bir mümkün olsa, yad elə. Açılmayan ürəkləri şad elə. Bayram yeli çardaqları yıxanda, Novruz gülü, qar çiçəyi çıxanda, ağ buludlar köynəklərin sıxanda, bizdən də bir yad eləyən sağ olsun, dərdlərimiz qoy dikəlsin, dağ olsun. Heydər baba gün sinəni dağlasın, üzün gülsün, bulaqların ağlasın, uşaqların bir dəstə gül bağlasın, yel gələndə ver gətirsin bu yana, bəlkə mənim yatmış bəxtim o yana. Heydər baba, sənin üzün ağ olsun, dörd bir yanın bulaq olsun, bağ olsun, bizdən sonra sənin başın sağ olsun. Dünya qəza qədər, ölüm itimdir, dünya boyu oğulsuzdur, yetimdir. Heydər baba, yolum səndən gec oldu, ömrüm keçdi, gələnmədim, gec oldu. Heç bilmədim gözəllərin necə oldu, bilməz idim, döngələr var, dönüm var, itkinlik var, ayrılıq var, ölüm var. Heydər baba, igid əmək itirməz, ömür keçər, əfsus bərə bitirməz, namərd olan ömrü başa yetirməz, biz də vallah unutmarıq sözləri, görənməsək, halal edin bizləri. Belə düşünürəm ki, Kamal bugünlük bu qədər bəs eləyər. Yəni, bu xoş əhvalla, bəli, Sağollaşa bilər. çərşənbə ovqatı ilə sağollaşaq. Bir də bugün axır çərşənbədə xüsusən bu papaq atmaq var idi, adət var idi. Məncə indi çox yerdə də qalır və onu eləyirlər. Hətta sənə deyim ki, bundan öncəki çərşənbədə də təsadüfən mən illər öncə bunu xatırlamıram. Bir də gördüm qapıda öldür. Mən də heç gözləmirəm. Baxıram, çıxmışam, açmışam, heç nə yox. Gördüm bir uşaq başı çıxır. Deyir, salam deyirəm, salam deyir, nətərsiz deyirəm, yaxşıyam, sən necəsən? Deyib papaq atmışdım. Ona görə də təzdən ayıldım aşağı baxdım. Papaq var, götürdüm, yəni papağı doldurdum, verdim deyirəm, nə var idi ondan. Və mənə doğuma gəldi ki, yəni mən bir zamanlar papaq atırdım. İndi mən gəlib çatmışam bu yaşa. Mənə papaq atırlar və bir doğma bir hissiyat vermişdi mənə. İndi bayaq o şeiri deyəndə də müəyyən şeylər yadımıza düşür. O uşaqlıqla bağlı, belə şal bağlamaqla bağlı və s. ilə bağlı. Biz elə insanlara da, dinləyicilərimizi də sadəcə gözəl şeylərin əhvalını həmişə xatırlamaq və elə o əhvalda da yaşamağı, ömür sürməyi diləyirik. Bir daha çərşənbəniz mübarək olsun, özünüzdən müğayət olun, sabah yenidən görüşəcəyik.